Əslində biz əvvəlki verilişlərimizdə o nəfəs texnikalarıdır, onların təsiri barədə hamısı haqqında danışırıq. Yəni birdən izləyicilər nəsə hansısa nəfəs texnikalarını istəsə, digər verilişlərə baxıb götürə bilər. Yəni Məhəbbə xanım qısa-qısa keçir bəzilərinin üzərindən belə deyim. Nəfəsdir, emosiyalardır. Bunlar bir-birinə əlaqəlidir də belə baxanda. Biz belə deyim, nəfəsi basdıranda, yəni emosiyaları da basdırırıq ki, panik atak başlayır bizdə, belə deyim də, sürətli formada əmələ gəlməyə. Həm də ki, mən görürəm ki, bu panik atakın özünün belə deyim, panik atakın özünün müalicəsi kifayət qədər uzun gedir və dərmanlarla, Bəli. digər vasitələrlə o qədər bizim uşaqlarda mən görmüşəm, real təcrübədən danışıram amma ki, yəni dərmanlarda illərlə gedir bəzən müalicəsi. Sizin təcrübədə necədir? Bu proses necə gedir? Nə qədər tez bitirmək olur, belə deyim, panik atakla bağlı problemləri? Panik atakla bağlı problemləri hardasa məsələn tutaq ki, 2 dərs, 3 dərs gəlir, mən bunları başa saldım, öyrətdim və bu nəfəsləri yerinə yetirdi. Məsələn, pasiyent var ki, mənə deyir ki, hər axşam məndə panik tuturdu. Hər axşam mən onu yaşayırdım. Amma sizin yanınıza gəldikdən sonra, bu nəfəsləri eləyəndən sonra, məsələn, hər gün gəlir, məsələn, mənə deyir ki, dünən axşam olmadı. Panik yaşamadım. Bugün eləyir, yenə də gəlir, səhəri gün deyir ki, yenə də axşam məndə panik yaşamadım. Elə insanlar var ki, onlar toplum içərisində daxil olanda, məsələn, bir çoxlu kütlə içərisində daxil olanda, o anda onlarda panik yaşayır. Onu da başa salıram. Heç nə, sadə bir nəfəs. Deyirəm, 4 saniyə nəfəs al o anda. Yəni, başqa yadına nəsə sala bilməz də. 4 saniyə nəfəs al, 4 saniyə nəfəs ver. Gördün ki, misal üçün, harasa bir çoxlu insan arasındasan, kütlə arasına daxil olmuşsan, o anda həyəcanlanır. Məsələn, məndə bir nəfər var, pasiyent var, deyir, hara, məsələn, tutaq ki, mağazaya girdim, içəridə çoxlu insan varsa, kassada çoxlu insan varsa, o anda məndə panik tutur. Özümdən asılı olmayaraq. Hər dəfə mən kassaya yaxınlaşanda mən gözləməliyəm ki, kimsə olmasın ki, mən o kassaya yaxınlaşım. Kassaya yaxınlaşan kimi yanımda 5-6 adam oldu, o anda mənim panikim tutur. Mən də hər dəfə ona deyirəm, gördün başlayır, 4 nəfəs al, 4 saniyə nəfəs ver. 4 saniyə nəfəs al, 4 saniyə nəfəs ver. Onu yerinə yetirirlər və mənə deyir ki, tam rahatlaşıram, sakitləşirəm. Mənim yanıma hardasa o insan deyim də sivir. 6 dəfə gəlib, 7 dəfə gəlib. Yəni yadımda qalmır da. Yəni çox gəlib, sırf bu xəstəliklə əlaqədar çox insanlar yaxınlaşırlar, müraciət edirlər. Və bunlarla nəfəsi işləyəndən sonra mən onları yönəldirəm yoqaya. Onları yönəldirəm yoqaya. Çox sevərəkdən, çox aktiv şəkildə yerinə yetirirlər və tamamən mənə söyləyirlər ki, bir də o his gəlmir bizə. Yəni yoqa nədir? Yoqa bədənin sağlamlığıdır. Yoga ruhun təmizlənməsidir, ruhun qidasıdır. Burada görürsünüz, yenə də biri-biri ilə yoga yenə də bunlarla bağlıdır. Nəfəs işləyirsən, bədəni tam açırsan. Nəfəsin özü də yoqadır. Nəfəsin özü də yoqadır. Nəfəsin özü də pranayamadır. Yoqadır. Yoqanın bir hissəsidir. Yəni yoqa özü 8 hissədən ibarətdir. Nəfəs də onun bir hissəsidir. Burada, yəni görürsünüz, yoqa niyə görə işləməlidir? Çakralarda bloklama gedib axı. Biz nəfəsi açdıq. Axı hələ burada problem boğazda var, hələ burada problem var. Məsələn, sinədə sıxılma varsa, mütləq şəkildə o insanın kürəyində də problem var. Onurğasında problem var. Burada yoqada nədir? Sırf çakraları işləyə-işləyə, misal üçün kürək hərəkətləri yerinə yetirə-yetirə, o həm kürəyini açır, həm görürsünüz, kürəyi işləyəndə burada 4-cü çakradır, ürək çakrası. Ürəyi açır. Ürək çakrasını açır və bloklamadan bədənini tamamən azad eləyir. Neynəsək də, nədən danışsaq da hər şeyin başında yenə gəlir, yoga dayanır. Yox, gəlir dayanır. Yoga vacibdir, bütün insanlara lazımdır. Düzdür, bizdə hələ insanlar onu düzgün şəkildə başa düşmürlər. Yəni Avropaya getsək, yəni ora yəqin ki gedəndə görürsüz, parklarda hər yerdə yoga eləyirlər. Hamı eləyir, hamı eləyir. Hər yerdə yoga eləyirlər. Çox sevərəkdən, burada belə bir şey olsaydı, yəni eləsəydilər, bunu təşkil eləyən olsaydı, icazə versəydilər, sevərək mən onu eləyərdim, yerinə yetirərdim, insanları cəlb eləyərdim. Var, amma azdır. Var, çox azdır. Yəni çox azdır.